Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Novxanı kənd 13 saylı uşaq bağçasında yeni təqvim ili və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə möhtəşəm bir tədbir hazırlanmışdı. Möhtəşəm sözünü ona görə deyirəm ki, az yaşlılar çox istedadlı və bacarıqlı idilər. Hələ Şaxta babanın Qarqızın gəlişi onları daha da sevincli etdi. Gözəl rəqslər edib şeirlər söylədilər. Təsər ilin axşamı, dəsədilər yoxamı, yandı əllər çılaqlar, şənni etdi uşaqlar. Mən bir gözəl Qarqızam, nurun tutub hər yeri, donumda parıldayır, qabızdan ərdikləri. Mən qardan yoğrulmuşam, mən buzdan doğrulmuşam. Parıldayıb ulduzsək, gözəl Qarqız olmuşam. Sağba baba səninlə, cəldiyinlə düzəl qız. Atını yelə söpəcəm, düzən ağıllardanız. Bağçanın direktoru Gülnar Əzimzadə hər kəsi təbrik etdi. Onlara can sağlığı və yeni uğurlar arzuladı. Biz Novxanı kənd 13 nömrəli uşaq bağçası olaraq qarşıdan gələn yeni il münasibəti və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqımızı, ölkəmizi, ailələrimizi, kollektivimizi və ən əsasda körpə balalarımızı ürəkdən təbrik edirik. Bayramları mübarək olsun. Bu təbriklər körpələrə bir ana duası qədər yaxın idi. 13 saylı uşaq bağçasında keçirilən bayram tədbirləri bizi həmişə öz gözəlliyi ilə valeh edir. Tərbiyəçilər uşaqlarla bərabər bu günü daha da yadda qalan edirlər. Tərbiyəçi Fatma Yusifovanın hazırladığı dekorlar şənliyə daha da maraq qatırdı. Çəkiliş zamanı sözün əsl mənasında dincəldik. Hazırlanan dekorlar, çıxışlar, sevincli üzlər hər biri sizin əməyinizdir, əziz kollektiv. Yeni ildə sizə yeni uğurlar arzulayırıq. Bayramınız mübarək olsun. Cəmilə Nəsir qızı Kamil Quliyev, Həcər Həsənova bugün informasiya proqramı üçün.